Kərbəlanın bir dənə mühüm şüarı var. Nəyi yaddan çıxartsaz da bunu yaddan çıxartmayın. Nə vaxt İmam Hüseynin hərəminə getsən, bu cümləni deməmiş imamın hərəmindən çıxma. Lav xallafəniyallahu ankum bizunubi. Deyirsən Hüseyn, Allah eləməsin mən bir iş görüm, o işlə məni sizin karvandan çıxardalar. Hüseyncan, Allah eləməsin mən elə bir iş görüm ki, elə bir əməl eləyim ki, o əməllə sizin karvandan geri qalım. Bu Kərbəlanın şüarıdır. Ya Əba Əbdullah, qoyma mən elə bir əməl eləyim ki, o əməl məni sizin karvandan geri saxlasın. Desinlər, bu əməli eləyənlər bizim karvandan gedə bilməz, çıx bizim karvan. Desinlər, bu işi görənlər İmam Hüseynin karvanında ola bilməzlər. Deyirsən ki, şüar budur ki, Hüseyncan, Allah eləməsin mən belə bir iş görüm. Hər əməli eləyəndə bunu fikirləş.